bilməsini, qan azlığı var, vitamin yazıb kimi ala bilmirik. Allah kasıbçılığınızın qar eləsin. Allah heç kəs... Ayşə bilsin də çox arıqlıyıb, çox, həddindən artıq çox. Mən imkanlı insanlarla, bəzən yorumlara bir-iki nəvər gizgizcə bilər, gəlib mənə cüyür gəlir. Sən bir anlamırsan, eləmirsən ki, nə var, nə yox, niyə belə insanları işğal edirsiniz, niyə insanları qınayırsınız? Xahiş edirəm mən sizdən, imkanlı insanlardan. Mən ehtiyatsız yerə mən kimləsi pul istəməmişəm, indiyə qədər, istəmərəm. Sadəcə mən məcbur olub, burada ağız açmışam, borc istəyirəm dostlar. Kim də nə dəstək olur, Allah min qat əvəzini versin, Allah kömək olsun. Yemək pişirəm, başım qarışırdı. Salam Məhəmmədov, əleyhissalam, hər kəs salamlayalım, yeni gəlin, xoş gəldiniz. Ekranımızı tıklayın, zəhmət olmasın, canınızı paylaşın. İşləyirəm, Leyla, narahat olma, canım, ürəyim, işləyirəm. Allah hamının işini avan diləsin, mən də onun üçün. Allah xoşlayıram, qanına razı olsun. Raman müəllimə razı olsun. Onların sayəsində işləyirəm, əlhəmdülillah, şükür Allaha. Sadəcə olaraq biraz uşağın yeməkləri ilə bağlı, pamperesi ilə bağlı, dərmanları ilə bağlı, vitaminləri ilə bağlı aldığım müvəqqəti olaraq əli getmir mənə. Başa düşürsünüzmü? Həm də mən təcili bunlara həkimə aparmalıyam. Həkimin vaxtından 3 həftə keçir. Onunla bağlı. Mən borc axtarıram. Mən demirəm ki, mənə pul açır. Şükür Allah işləyirəm. Allah hamımızın işini avan eləsin. Sağ olsun elə. Kim nə atır? Allah min qat əvəzini versin. Allah başınızdan töksün. Ruzunuz bol olsun. Həyatınız xoşbəxt olsun. Ayşə qızarma istəyir. Bir də soğuk pişirəcəm. Allah'ın köməyinlə. Toğuk soğuzu. Toğuk. Yoldaşım uşağa baxır, həm də biraz üstüzə salır. Nasazdır, yemək yeyə bilmir, iştahı küsür. Uşaq imkan vermir, qoyan kim gəlir. Mən neyim, o da yazıqdır, o da balacadır, ona da kömək lazımdır. Her şey, insanları bu qədər aşağılamayın, əzizlərim, ürəklərim, canlı gözüm. Həyatın insanın nə çabalarını bilmək olmazsa, bilmək olmasa insan başına nə iş gələcək. Ev yox, qoy nə deyirsiniz deyil, canı sağ olsun, Allah bilsin, mən bileyim, Allah ürəklərinə xəbərdardır, mən kömək edirəm, kim nə deyim, mən umurumda belə deyil. Ayıbdır, valla, ayıb. Yaxşı insanlar Allah qorusun, mən gözəl insanlar o qədər var ki, belə onlar mənə bəsdir.
098 58 44 96 59 91 09 mənim kart hesabımdır. Hər kəslə qarşı edirəm. İmkanı olan insanlara. Mən direktimə də yaza bilərəm nömrəsini. Mən borc axtarıram inşallah. Mənə imkan daxilində mənə borc olaraq. Kim də nə ürəyinə keçirmək istəyir, atmaq sizə Allah 1000 qat əvəzi versin. Dünən də atıblar, sağ olsunlar. 43 manat, dünən 57 manat, 16 qəpik sırağa gün. Allah ruzunuzu bol eləsin, Allah köməyiniz olsun. Qınamayın, insanı qınamayın. Sabah nə başınıza gələcək bilmək olmur. Bax, valideynləri işləyirəm şükürlər, bəli. Pomidor gir borcisi, Allah köməyini olsun, Allah insaf versin, məsələn. Çal pomidorlar da pay verirlər, insafın olur. Pay verəndə 2 dənə pomidor, nə bir madaşlı qəpikdir də, ağır yeməyə qata bilməyir bir dənə pomidoru, pomidor istəyir, bir borc istəyir. Nə olar ki? Mənə lazım 300 manat, amma pomidor 300 manat deyil, ürəyim mənim. Pomidor 300 manat deyil. Mən bir dənə pomidor alıp yeyə bilmərəm. Borc istəyir. İnsanı bir tanıyın da nə var mı, yoxdur o da. Fikir olsun deyənə söz yazırlar. Sabah nə ortasının başında nə şeydir, heç kes bilmir. Uşağı da yatmıyor vallahi. Buranı anladım. Akşam biraz gez yattım ki səhəri onu yatarım da. Ona iş 7 dəqiqə işləmişdi. Səhəcdat yanmadı. Hamını durğuzu sonra sakitləşdi. Yardılar için neyle yata bilmir. Uşağı da haralı, neyi bilmirəm. Bu düzəldilərini gelip əkmək çıxa bilmirəm. Səhəcdat üstündə salır, biraz soğuqluyur, ağırlıyır tez-tez. Ona görə də Səhəcdatın yanına ayrıla bilmir. Gedən kimi ağlayır, kucaq istəyir. Ona görə də yanındadır, canım mənim. Nə olar, arvad pişəndə, kişi pişəndə nə olur ki? Kişini zərif edilir. Arvadına kömək eləsin də. Bu sarıkış vuran yemeği dadı olmur da. Yettiği Allah köməklər olsun. Kömək eləmişlər bizə. Allah razı olsun. Allah ballarını saxlasın. Sən tutuşarım. Mən saxlayacağım. Mən öyrəşmək istəmirəm biz ara. Salamlayıram hər kəsə, hər vaxtınız xeyir olsun. O qədər aşpaz kişilərimiz var da. Bu sözləri deyib onlara deyə bilərsinizmi? Peki, çox sağ olun. Allah can sağ olasın, ruzunuz bol olsun. Bu insanın, mən sizin işim var. Niyə adam əsəblərini pozursunuz? Niyə adamı agresivləşdirirsiniz? Nə olar ki bir insan tək olanda, yalqız olanda ayıp diye vuramak. Vallahi ayıptır. Allah razı olsun. Çok da cebiniz dolu olsun. Bir daşqalaq eləməkdən başqa qınalarına başqa heç səni bacarmırsınız bəziləriniz. Ayıbdır vallahi. Mənim sizin işim var. Niyə tərbiyəsiz deyirsiniz? Niyə? Evində yemək pişirər, arvada kömək eləyər, hasanlar arvada olur ki?
Dilber Hanım düz dedi, boş vermek lazımdır. Sağ olsun, bizi seven değerli binlerle insanlar var. Allah dolayı etsin, Allah'tan sağ olasın. En azından ben bilirəm ki, kimse beni nəsə orada deyildi, səbəbsiz yerə, heç bir günahım olmadan. Ben burada namuslu, qeyrətli anabacılara görə susuram, sakitlərə ki, qoy. Onların sözü, kulaqları mənim ağzımdan çıxan giz-giz sözləri eşitməsin, aiddir. Onlara hörmət edin. Yoxsa onlara elə cavab verərəm, vallahi 7 qatlarına geçər. Burada ana izləyir bizi, bacı izləyir, namuslu, qeyrətli, kız, xanımlar, analar, bacılar izləyir bizi. Oradan bağlı dostlar, bu kart mənim kartımda, xahiş edirəm sizə. Mənim bir pula ihtiyacım var. Borc olarak, gələn ayın axır qaytaracaq. Kim mənə dəstək ola bilərsə, kartı o sabitlənən kart mənim kart hesabımda. Başa düşən vəziyyət bugünkü günə çətindir, pisdir. Aleyküm selam, hoş geldin. Akşamınız hayır olsun. Kim ne deyir desin. Umurumda belə deyil. Qurban valla, Allah herkesi yaxşı bilir, yaxşı görür. Allah'ta o kadar insanlar var ki. Aleyküm selam, hoş gördük sizler. Necəsiz?